Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunan Yusif Baqiyevin şəkili Yusifin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Valyutaz Qafqazinfoya istinadən xəbər verir ki, qumar kralı şəkili Yusifin qanunsuz qumarxana şəbəkəsi yaradaraq bu yolla ümumilikdə 161 milyon manat gəlir əldə etdiyi açıqlanmışdı. Lakin yekunda bu məbləğin həcmi dəyişib. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən cinayət maddəsinin mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, həmçinin qumar oyunlarının təşkili və ya keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə yekun ittiham elan edilib. Şəkili Yusifin milyonlarla manatlıq əmlaklarına, o cümlədən evləri, avtomobilləri, restoranları və başqa qeyri-yaşayış sahələri üzərinə həbs qoyulub. İttihamlar sübuta yetirilərsə, onu 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Qeyd edək ki, Nuxa və Madalyon restoranları da Yusif Baqiyevindir.